يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون. الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله. أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم. يا أيها الذين آمنوا استعينوا بالصبر والصلاة إن الله مع الصابرين. صدق Allahul azim. Allah'ın salamı, rahmeti, mağfireti cümlemizin üzerine olsun. Resulullah Efendimiz sallallahu aleyhi ve selleme salat salamlar olsun. Aziz Müslümanlar, her şeyin haliki, bilinen ve bilinmeyen alemlerin maliki, biz insanları ana rəhmində bir gətirəmənlikdən yaradan, güneşi, yağışı, ayı, gökyüzünde bizim xidmətimizə verən, ayağımızın altına yeri döşeyen, başımızın üstünde səmanı ucaldan Allahu Azimüşşana hamd olsun. Değerli cemaat, bugün xutbəmiz imanın gərəyi və cənnətin xəzinəsi olan səbir haqqında olacaqdır. Səbir kəlməsi lüğətdə hövsələli olmaq, hirsini cilovlamaq, özünü saxlamaq mənalarını kəsb edir. Dində ümumi məna olaraq isə səbir, başa gələn müsibətlərə görə Allahdan başqa kimsəyə şikayətçi olmamaq, nəfsinə ağır gələn və xoş getməyən şeylər qarşısında dünya və axirətini xeyirli düşünərək ruhi tarazlığı pozmamaq mənasına gəlməkdədir. Səbir, zillət, miskinlik, çarəsizlik deyildir. Səbir, səbaatdır. Qul olma bilinci ilə Allaha ibadətə və itaətə davam etməkdir. Səbir çətinliklərə, dünyanın min cür imtihanına sinə gəlməkdir. Səbir fərasətdir. Şeytanın vəsvəsəsinə qapılmadan, nəfsinin arzusuna aldanmadan yaşamağa davam etməkdir. Səbir mətanətdir. Gözlənmədik hadisələr qarşısında mötədil və soyuqqanlı davranmaqdır. Səbir təvəkküldür. Hər cür tədbiri aldıqdan sonra təqdir-i ilahiyyə rıza göstərməkdir. Rəbbimiz Bəqərə suresinin 153-cü ayəsində buyurur ki: Ya eyyuhəl-ləzīnə əmənu istə'inu bis-sabri və-s-salah innallaha ma'as-sabirin. Ey iman gətirənlər, səbir və namazla Rəbbinizdən kömək diləyin. Həqiqətən Allah səbr edənlərlə bərabərdir. Allah Teala insanlardan hər bir işdə özünə xas çətinliklərinə səbr etməyi istəyir. Buna görə də səbir Allahın öz bəndələrinə buyurduğu bir əməldir. Dəyərli möminlər, Adəmoğlu bəzən kasıblıq, bəzən xəstəlik, bəzən də ayrılıq və yaxınlarını itirmək kimi çətinliklərlə üzləşir, imtihan olunur. Allah Teala Bəqərə suresinin 155-ci ayəsində buyurur ki: وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ. Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayırıq. Səbr edənlərə müjdə verir. Rəbbimiz bu ayet-i kərimədə müsibət anında səbirli olmağı müminlərin vəsfi olaraq vurğulayır. Allaha itaət xüsusunda da səbirli olmaya, tələskənliyə yol verməməliyik. Bu günümüzün ən böyük problemidir. Şeytan ibadət əsnasında insanı vəsvəsə edər və ona dünya işlərini xatırladar. Bunun üzərine de insan ibadətini tez tələsik yerinə yetirir, dünya işlərini yerinə yetirməyə can atar və dünya işlərini yerinə yetirdikdən sonra ibadətini qəza edərək yerinə yetirir. Bu məqamda müminin nəfsini cilovlayıb, istəkləri qarşısında sərt qoymalı və ibadətini doğru düzgün etməlidir. Rəbbimiz buyurur ki: şübhəsiz səbr edənləri etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracaqdır. Həmçinin mümin şəhvət, qəzəb, tamah və insanı düz yoldan azdıran duyğuların qarşısında səbr etməli, bu duyğulardan uzaq durmalıdır. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki: kim səbr ederse Allah da onun dayanma gücü verer.
heç kimsəyə səbirdən daha xeyirli və daha böyük bir hədiyyə verilməmişdir. Möhtərəm müminlər, əlbəttə ki, müvəffəqiyyət qazanmaq və imanımızın güclənməsini istəyiriksə, səbirli olmalıyıq. Həzrət Əli radiyallahu anh buyurur ki, baş bədəndə nədirsə, səbir də imanda odur. Allah Azze və Cəllə həyatımızda səbirli, ibadət yaşantımızda təqvalı olmağı cümləmizə nəsib etsin. Xutbəmizi Resulullah sallallahu aleyhi və səlləmin möminlərə müjdə verici bir hədisi ilə bitirirəm. Müminin halı nə xoşdur. Hər halı özü üçün xeyirlidir. Bu durum yalnız müminə məxsusdur. Başına sevinəcək bir hal gəldiyində şükür edər. Bu onun üçün xeyir olar. Başına sıxıntı gələcək bir hal olarsa da səbr edər. Bu da onun üçün xeyirli olar. ألا إن أحسن الكلام وأبلغ النظام كلام الله الملك العزيز العلام كما قال الله تبارك وتعالى في الكلام وإذا قرئ القرآن فاستمعوا له وأنصتوا لعلكم ترحمون أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الدين عند الله الإسلام. الحمد لله حمد الكاملين والصلاة والسلام على رسولنا محمد وعلى آله وصحبه أجمعين. قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما.